Allah bir anda olsa bizə qəzəb eləməsin, acıq eləməsin, nəzərindən ayırmasın, razılığına səbəb olan əməlləri, yerləri bizlərə lütf eləsin. Allah axırımızı, aqibətimizi xeyir eləsin, möhtərəm insanlar. Bir diqqət edin, çox xahiş olunur. Bu məclislərdə gələ insan, mən uzun uzadı danışmayacağım, yəni ki, maksimum 5 dəqiqə danışaram ya danışmaram. Mən də sizin elə bir qardaşınız kimi, molla kimi yox. Bu Dədə-babadan mənim 10 yaşımda olsaydı mən burada oturardım. Niyə görə? Çünki Quran oxuyacam ona görə. O Dədə-babadan görərsən ki, Quran oxuyanları belə stol düzəldərdilər, o yuxarı başa çıxardı ona görə. Amma mən sizdən həqiqətən təvəzzökar niyyəti ilə demirəm ki, güya ki, özümü aparım ki, mən təvəzzökaram, elə yox. Həqiqətən elə bir ki, sizlərdən biri. Allah bizə rəhm eləsin. Elə bir ki, bir qardaş kimi sizə deyirəm, bir oğlunuz kimi sizə bir deyirəm. Dua eləyirəm ki, Allah axırımızı xeyir eləsin. Yəni, həyəcan təbilidir, yəni tövbə eləyək. Vallahi billahi, mən bunu içindən bilirəm. Bir ustad vardı, bizdə dərs keçirdi, o belə bir şey dedi. Dedi, bu cəhənnəmdə ki, o əzablar, zatlar var, bunların hamısını qoyun bir qırağa, cəhənnəm bir siniyə görə cəhənnəmdir. Orada Allahın rəhməti yoxdur. Orada Allahın rəhməti yoxdur. Zərrə qədər də. Hələ bu yanmağı zadı saxlayaq deyir. Allah elə bir ki, rəhmət nəzərini cəhənnəmdən və cəhənnəm əhlinin üzərindən götürüb. Bu dünyadakı bu rəhmət var, ha. Bilirsiniz də, ruzilər, bərəkətlər, neymətlər. Bir ətrafıva bax, gör nə qədər növdə çiçək var. O çiçəklərdən özünə, hərəsində özünə məxsus olan rəng və bəzək var. O çiçəklərdən özünə ruzi çəkən qurd və böcək var. Biri istehsal edir bal, o birisində ipək var. Hamının gözü görür aşkar. Bunları xəlq eləyən var. Və s. və s. Bu qədər ki, Allahın bu elm, iman, təqva, yemək, içmək, ananın balaya məhəbbəti, heyvanların bir necə o, görürsən, inəkdir, balasını, bütün heyvanlardakı, bu Allahın deyərlər %1 rəhmətidir ki, 100-ün hamısı olacaq o cənnətdə. Amma cəhənnəmdə, yox, gətirmə. Cəhənnəmdə isə zərrə qədər Allahın rəhməti yoxdur. Deyir, cəhənnəm ona görə cəhənnəmdir. Vay, o Allah rəhmət edəcək hadişayına. Deyir, cəhənnəm bir söz nədir? O insan ki, Allahın ki, əzəmətini bilə, qüdrətini bilə, ona qısa bir həyatda, bəyək bir söhbət elədim, qısa bir həyatda ona itayət eləmədiyinə görə, vay, peşmançılıq hissi var, adam peşman olan barmağını dişləyər. Düzdür? Quran deyir, 2 əllərini dirsəyə qədər çeynəyərlər peşmançılıqdan. Adam, mən bu qısa bir həyatda, diqqət edin, çox xahiş olunur. Allahın, bilirsiniz də, hədislər deyir, 3 şey insan bilə bilməz. Bir, Allahı mütləq tanıya bilməz. Bir, ona layiqincə bəndəçilik eləyə bilməz. Bir də o neymətdən sahib qutara bilməz. Elə bir əbədi cənnəti, neymətlərini sahib qutara bilərsən, o əbədidirsə. Diqqət edin. Allahın neymətlərini deyir ki, 7 dəryalar mürəkkəb ola, ağaclar, qələm o sahib qutara bilmərsən. Ana bətnində bizi iynənin ucu boyda olmuşuq və olmamışıq. Almadan, heyvadan, armuddan, nardan 50.000 dənə rəngi seçən göz, böyrək, ürək, ciyər, düzdür yoxsa yox? 2 milyonluq diyaliz aparatı 100 qramlıq böyrəyin işini görə bilmir. Ən yaxşı, bahalı telefon deyərlər ki, 500 neçə rəng seçir. 50.000 dənə insanın gözü rəng seçir. 30 dənə zavod fəaliyyət göstərir. Allah bunu bir nədən yaradıb? Almadan, heyvadan, armuddan, nardan. Qüdrətə baxın. Sinir sistemləri, damarlar və s. və ilaxır. Nə qədər insan? Nə qədər həşarat? Nə qədər balıq? 12.000 növ balıq növü var. 12.000 növ. Hərəsinin özünə məxsus olan xasiyyəti. Hər balığında milyardlarla, düzdür, trilyonlarla sayı var.
Kimdir onların beyninə sxemanı, proqramı yerləşdirən? Dünyanın ən alimi var, Bill Gates deyərlər. Sxema düzəldi, Microsoft'un o qurucusu. Dünya şirkətlərindən, texnologiya şirkətlərdən faiz alır ki, o mən düzəltmişəm. O proqramı, sxemanı mən düzəltmişəm. Mənə görə siz varlıca, ona görə verməsən ona pul, gedər sənə verər məhkəməyə. Düzdür yoxsa yox? Bəzən telefona görə, raketaya görə, texnologiyaya görə bir sürü insanlarda bahanələr var ya, Allaha itaət, ibadət eləməmək üçün. O dünyadan gələn var. Sənin cənnətin də buradır, cəhənnəmin də buradır. 21-ci əsrdir, texnologiya və s. da. Niyə gümbulam, niyə arığam, niyə kasıbam? Bir də bu texnologiyadır. Ay qardaş, bəs Allahın texnologiyası niyə yaddan çıxdı? Birazdan. 5 dəqiqə inşallah, 5 dəqiqə. Əsas bu söhbətlərdir. Allahın texnologiyası yaddan çıxdı. Qarışqan dırnağı boyda həşaratlar mövcuddur ki, ən böyük Allah canlıda nə yaradıb, ən balaca canlıda onu yaradıb. Düzdür yoxsa yox? Böyrək, ürək, ciyər, nə bilim, nə və s. Bəs onun beyinlərinə o sxema yerləşdirən kimdir? O balıqlara yerləşdirən kimdir? İnəklərə, keçilərə, güldüz nədir o heyvanlara? Ağacların hərəsinin özünə məxsus olan xasiyyəti. Yağış düşür, o mineralları çəkir, oldu heyva ağacı, onun içində vitaminlər. Atanın belində sən yarandın. Oradan ana bətini, oradan böyrək. Bəs bu texnologiya hara geçsin? Deyir, ağacı yaradan yaddan çıxıb dülgərin əsərindən sən danışırsan. Plasmasdan düzəldir, neftdən düzəldilər də bu plasması, şüşəni qumdan düzəldirlər də. Bəs telefon. Bəs nefti kim yaradır? Bəs torpağı kim yaradır? Bəs dəmiri kim yaradır? Və sair və ilaxır möhtərəm insanlar. Yəni nə demək istəyirəm? Mən olmayım, sizlərdən biri olsun burada. Diqqət edin, çox xahiş olunur. 2 dəqiqə Quran el adət ənənəsinə görə tilavət olunacaq. Fərqi yoxdur, mən olmayım, siz olun. Milyard il dayanmadan Allah'a tərif edin burada. Təkrara yol vermədən. Allah göylərin yerin xaliqidir, Allah göylərin yerin nurudur, Allah göylərin yerin hakimidir, hər şey biləndir, hər şey görəndir, eşidəndir, bənzərsizdir. Təkrara yol vermədən. Milyardı tərif edin, dəryada bir damlı tərif etməmiş kimi sayılacaqsan. Mən olmayım, sən ol ki. Fərqi yoxdur ki, kim tərif etsə. Həmən ki, bu qüdrət sahibini ki, bir sözdə Allahu Əkbər sözü ki var, Allah böyükdür deməkdir də. Deyir, nə qədər böyükdür Allah? Göylərdən böyükdür, yerlərdən böyükdür. Yox, Allahı göylərlə müqayisə eləmək olmaz. İmam Zəfər Sadi icazə vermir. Sən deyəsən, göylərdən böyükdür Allah. Yox. Deyir, sən nə qədər Allahı, nə qədər böyük bilirsən. Oxuduqca insan çox bilər də. Deyir, ondan da böyükdür, ondan da böyükdür, ondan da böyükdür. Milyard illər sənin ömrün geçsə, Allahın əzəməti, qüdrəti nə qədər bilsən də, o bildiyin kimi də ondan da böyükdür. Cəhənnəm bir üstünəyə görədir, cəhənnəmdir. Həmən bu varlığa mən qısa bir həyatda itaət eləməmişəm. Vay! Kimə görə? Hansısa bir mollaya görə, hansısa bir hacıya görə. Və sair və ilah, qısa bir həyata. Ona görə möhtərəm insanlar, Allah rəhmandır, rəhimdir, çox bağışlayandır, mehribandır. Ya Peyğəmbər, Quranda Allah sual kimi verir, ayə sual kimidir. Ha vaxt onlar məndən bağışlanma istədilər ki, mən onlara bağışlamadım. Ha vaxt tövbə elədilər ki, tövbələrini qəbul eləmədim. Sən eləmirsən də, ondan niyə onu rəhman sifətindən istifadə eləmirsən? Niyə rəhm olan sifətindən istifadə eləmirsən? Ey mənim günah etməkdə həddini aşan bəndələrim. Allah Quranda deyir, həddini aşan, Allahın rəhmətindən naimid olmayın. Allah çox bağışlayan və mehribandır. Həddini aşan bir Allah kimə deyir Quranda? Firavona. Firavon ki, o səviyyə çatmışdı, özünə Allah deyərdi. O səviyyə çatmışdı. Özünə Allah deyərdi. Yuxuda görüb bir dənə balaca ulduz günəşi vurdu, dağıtdı. Vurdu, dağıtdı. Durdu, yuxu yozanları yığdı başına. Dedi, nə deməkdir bu? Deyirlər, ey Firon, bir dənə oğlan uşaq doğulacaq, səni məhv edəcək. Yozumu budur. Ulduz günəşi dağıdı budur. Dedi, nə qədər oğlan uşaq var, öldürün. Ana bətinlərini yırtın geçsin, evlənmək olmaz. Nişanlanmaq məsəl üçün deyək də.
Oğlan uşağı doğuldu, öldürün. Ana 70 Musa peyğəmbərdən söhbət gedir. 70 mindən oğlan uşağı öldürdü. Səbir ol. Amma nə oldu? Musa peyğəmbər doğuldu, doğulmadı. Böyüdü, böyümədi. Allahın izni ilə, köməkliyi ilə onu Öz evində. Bəli. Ey Musa, get Firavun üstünə. O günah etməkdə həddini aşıb. Birinci ona görürsə, yəni ay bəndə, bəlkə ayə deyə inşallah az da vaxtımız qalıb. Ey mənim günah etməkdə həddini aşam. Yəni Firavun qədər də narahat olma. Amma Allahdan ümidini kəsmə. Allah çox bağışlayan və mehribandır. Allah bizlərə, mən daha tələb edirlər ki, şeydir, əsas Quran oxuyaq, bax odur, möhtərəmiz. Allah rəhmandır, rəhimdir. Onun rəhman, rəhim sifətindən gələ istifadə edək, bağışlanmaq istəyək, üzrxahlıq edək. Allah bizə dünya və axirət öz rəhmətini lütf eləsin. Allah günahlarımızı bağışlasın, bağışlamamış bizi dünyadan aparmasın. Bir möhtərəm, bir jurnalist deyir, mən 10 dənə alimdən sual-cavab elədim, bir sualı hamısına vermişdim. Sual-cavab, bir sualı hamısına kimi vermişdim ki, Allah əgər sizin bir duavızı qəbul etsəydi, hansını olmasını istərdiniz, özlərinin də xəbəri olmadan gördüm, hamısı eyni cavabı vermişdi ki, Allah bizi bağışlamamış dünyadan aparmasın. Axırımızı, aqibətimizi xeyir eləsin. Allah bizə rəhm eləsin. Bağışlamamış bizi dünyadan aparmasın. Başda da səbəbkar